indi hərdən zəng gəlirdi. Alo, usta, mən kombimə radiator antifriz vurmaq istəyirəm. Buna nə deyirsiniz? Nə məsləhət görürsünüz? Antifriz vuracağam. Vuracağam. Onsuz yəni bu niyyətlə başdan vuracağam. Fikrinə qoyur. Mənim fikrimi də soruşur, amma axırda nöqtəni qoyur da ki, mən vuracağam. Dedim bir dəfədən soruşum, görüm nə qədər var. Nə qədər? Onlar hələ zərlər çox gəlir. Mən əsasən də hələ verilən suallara başqa cür cavab verirəm. Çünki antifriz radiator üçün deyil. Mən öz fikrimi deyirəm. Antifriz radiator üçün deyil. Çünki antifriz isinmə qabiliyyəti çox çətin olur da. Yəni dalım ki 1 litr suyu qoy qaynasın, bir də antifriz 1 litr suyu antifrizi qoy qaynasın. Qaysan görəsən ki, antifriz gec qaynayır. Su ondan tez qaynayır. Məncə qatılığında da fərq var. Əlbəttə, yəni o da sözsüz elədi. Antifriz bəzi yerlərdə su duzlu olan yerlərdə nisbətən az qatıb duzlaşma olmasın deyə radiatoru qorumaq, eləmək olar. Bir də ki, o soyuq olan yerlərdə, bağlarda, zaten hansısa rayonlarda, dağ yerlərində, soyuq olan yerlərdə ona görə o antifrizi vururlar ki, ev orada olmadığı müddətdə donub partlamasın. Yəni Bakı şəhərində, yəni rayonlarda, yəni soyuq olmayan yerlərdə Ehtiyac yox. ehtiyac yoxdur. Çünki qaz sərfiyyatında da çox fərq eləyəcəkdir. Əlbəttə ki, belə deyək ki, kombinin içindəki ana şenjor olsun, bala şenjor olsun. Əsasən də bala şenjorun o pərdəcikləri də ayrı. Bir var ki, suya görə hesablanmış yüngül və məhlula görə hesablanır. Bir də var qatı. Qatı olduğuna görə istər-istəməz, yəni kombin naqruzkada işləyəcək. Mən də ki, bilirsən, antifriz kombidə bəzi detalları da aradan çıxardır. Məsələn, sarnikləri. Əlbəttə ki. Yəni maşın deyil də, maşını ona niyə tökürlər? Qaynama olmasın deyə. Bu kombidir. Maşınla kombi ayrı salmaq lazımdır. Bir də